A, B, C 3 rəqəmlisi ilə 341-in cəmi 978-ə bərabər olub. Gəlin A, B, C-ni tapaq. C ilə 1-in cəmi 8-ə bərabər olub. C-ni tapmaq üçün nə edəcəm? Əlbəttə ki, 8-dən 1-i çıxacam. 8-dən 1 çıxanda neçə qalır? 7. B ilə 4-ün cəmi 7-yə bərabər olub. B-ni tapmaq üçün nə etməliyəm? 7-dən 4-ü çıxmalıyam. Eləyəcək 3. A ilə 3-ün cəmi 9-a bərabər olub. A-nı tapmaq üçün nə etməliyəm? 9-dan 3 çıxmalıyam. Qalacaq 6. Sən demə A, B, C 3 rəqəmlisi 637-yə bərabər imiş. Cavabımız oldu B variantında. A ilə A-nın cəmi 16-ya bərabər olub. Dostlar, hansı ədədin üzərinə özünü gəlsəm 16 eləyər? Əlbəttə ki, 8-in. 8 ilə 8-in cəmi 16 eləyər. A-nı tapdıq. Aparaq yerinə qoyaq. 8 ilə B-nin cəmi 13-ə bərabər olub. B-ni tapmaq üçün nə etməliyəm? 13-dən 8 çıxmalıyam. Bu da bərabərdir 5-ə. B-ni də tapdım. Aparaq yerinə qoyaq. 5 ilə C-nin cəmi 14-ə bərabər olub. C-ni tapmaq üçün nə etməliyəm? 14-dən 5-ə çıxmalıyam. C bərabər oldu 9-a. Şərtdə də bizdən C-nin qiymətini soruşurdu. Cavabımız A variantındadır. Dostlar, birinci misala baxanda görürəm ki, həm A, həm B hər ikisi naməlumdur. Yəni, mənim A və B-ni bu misaldan tapmağım mümkünsüzdür. Amma digər misala baxanda görürəm ki, A məlum deyil, amma A-nın üzərinə 2 gələndə 5 olub. Aha, deməli A-nı tapa bilərəm. A neçəyə bərabər olacaq? 5 çıxılsın 2-yə. Yəni 3-ə. A-nın qiymətini tapdıq. Aparaq yerinə qoyaq. A ilə B-nin cəmi 7-yə bərabər olub. B-ni tapmaq üçün nə etməliyəm? 3 ilə B-nin cəmi 7-yə bərabər olub. 7-dən 3-ü çıxmalıyam. Bu da bərabər oldu 4-ə. Sən demə A 3, B də 4-ə bərabər imiş. Şərtdən də bizdə B-nin qiymətini istəyir. Cavabımız oldu B variantında. 3 ilə C-ni toplayanda 8-ə bərabər olub. C-ni tapmaq üçün 8-dən 3 çıxmalıyam. Bu da bərabərdir 5-ə. 2 ilə B-nin cəmi 8-ə bərabər olub. B-ni tapmaq üçün 8-dən 2 çıxmalıyam. Bu da bərabərdir 6-ya. 4 ilə A-nın cəmi 5-ə bərabər olub. A-nı tapmaq üçün 5-dən 4-ü çıxmalıyam. Bu da bərabərdir 1-ə. Şərtdə bizdən A, B, C-nin cəmini istəyir. Mənə həm C məlumdur, həm B, həm də A. Tapa bilərəm. A oldu 1, B oldu 6, C isə 5. 1 ilə 6-ın cəmi 7, 7-nin üzərinə 5 gələndə eləyir 12. Cavabımız C variantındadır. Dostlar, birinci misala baxanda görürük ki, heç bir toplanan haqqında heç bir məlumatımız yoxdur, cəm haqqında da heç bir məlumatımız yoxdur. Birinci misalda hər şey naməlumdur, yəni biz buradan heç bir şey tapa bilmərik. Amma ikinci misala baxaq, B ilə B-nin cəmi 8-ə bərabər olub. 2 dəfə eyni rəqəmi toplamışam, 8 olub. Bu rəqəm hansı olacaq? Əlbəttə ki, 4. 4-ün üzərinə 4 gələndə 8 ala bilərəm. Deməli, mən artıq B-ni tapdım. 4. Aparaq yerinə qoyaq. Artıq cəm məlumdur və bilirəm ki, toplananları da bir-birinə bərabərdir. A-nın üzərinə A gələndə 4 eləyib. Eyni rəqəmi 2 dəfə toplayanda 4 eləyib. Rəqəmin üzərinə özünü gələndə 4 eləyib. Bu hansı rəqəm ola bilər? Əlbəttə ki, 2 ola bilər. 2 ilə 2-ni toplayanda 4 eləyə bilər. Biz həm A-nı, həm də B-ni tapdıq. B oldu 4, A oldu 2. 4-dən 2 çıxanda qalır 2. C variantı doğru cavabdır. Baxaq. 5 üstəgəl B üstəgəl 4 bərabər olub 9-a. Kənarda yazıram 5 üstəgəl B üstəgəl 4 bərabərdir 9-a. 5 ilə 4-ün cəmi elədi 9. 9 ilə B-nin cəmi bərabərdir 9-a. B-ni tapmaq üçün nə edəcəm? 9-dan 9 çıxacam. B sən demə 0 imiş. A-ya baxaq. A, 2, 3. Bu üçün toplayanda eləyib 9. 2 ilə 3-ün cəmi elədi 5. A-nın üzərinə 5 gələndə 9 eləyib. A-nı tapmaq üçün 9-dan 5-i çıxmalıyam. A bərabərdir 4-ə. A-nı da tapdıq. Aparaq yerinə qoyaq. A 4, B 0. 4 ilə 0-ın cəmi oldu 4. A variantı doğru cavabdır. 5 ilə C-nin cəmi 6-ya bərabər olub. C-ni tapmaq üçün 6-dan 5 çıxacam. Bu da bərabərdir 1-ə. A ilə 2-nin cəmi 6-ya bərabər olub. A-nı tapmaq üçün 6-dan 2 çıxacam. Bərabərdir 4-ə. 3 ilə B-nin cəmi 6-ya bərabər olub. B-ni tapmaq üçün 6-dan 3 çıxacam. Bu da bərabərdir 3-ə. Həm A, həm B, həm də C məlum oldu. Aparaq yerinə qoyaq. A 4, B 3,
C1. 4 ile 3'ün cəmi 7. 7'nin üzerine 1 gələndə oldu. 8 cevabımız oldu A variantında. B ile 4'ün cəmi 8'e bərabər olub. B-ni tapmaq üçün 8'dən 4 çıxmalıyam. 4 oldu. 3 ile 2'nin cəmi C-yə bərabər olub. C-ni tapmaq üçün 3'ün üzerine 2 gəlməliyəm. Oldu 5. A ile 2'nin cəmi 9 olub. A-nı tapmaq üçün 9'dan 2 çıxmalıyam. A da oldu 7. B4, C5, A7. Aparaq yerinə qoyaq. 7 ile 4'ün cəmi 11. 11'in üzerine 5 gəlirəm eləyir. 16. Cevabımız oldu A variantında. A'nın üzerine 7 gələndə 15 eləyib. A-nı tapmaq üçün 15'dən 7 çıxacam. Bu da bərabərdir 8'ə. A-nı tapdıq. A ilə B-nin cəmi 13 eləyib. A neçədir dostlar? 8. Aparaq yerinə qoyaq. 8 ilə B-nin cəmi 13 eləyib. B-ni tapmaq üçün nə edəcəm? 13'dən 8 çıxacam. Bu da bərabərdir 5'ə. B-ni də tapdıq. Yerinə qoyaq yenə. B ilə C-nin cəmi 14 eləyib. B neçədir? 5. 5'in üzerine C gələndə 14 eləyib. C-ni tapmaq üçün 14'dən 5'i çıxmalıyam. Bu da bərabər oldu 9'a. C ilə D-nin cəmi 10 eləyib. C neçədir? 9. 9'un üzerine D gələndə 10 eləyib. D-ni tapmaq üçün 10'dan 9 çıxmalıyam. Bu da bərabərdir 1'ə. Şərtdə də bizdən elə D-ni istəyirdi. Cavabımız oldu A variantında. B ilə C-nin cəmi 8'ə bərabər olub. Hər iki toplanan məchuldur və bir-birindən fərqlidir. Mən bu toplananları bu cür tapa bilmərəm. Davam eləyək. 1 ilə 5'in cəmi C olub. Aha, C-ni tapa bilərik. 1 ilə 5'in cəmi neçədir dostlar? 6. Deməli C 6'dır. Yaza bilərəm. İndi qaydaq yerinə qoyaq. B ilə 6'nın cəmi 8 olub. B neçəyə bərabərdir? 8 çıxılsın 6'ya. Yəni 2'yə. B-ni də tapdıq. A neçəyə bərabərdir? 2 ilə A-nın cəmi 5 olubsa, A-nı tapmaq üçün 5'dən 2 çıxacam. Bu da bərabərdir 3'ə. Şərtdə də bizdən A ilə B-nin cəmini istəyir. A3, B2. Cəmi oldu 5. A variantı doğru cavabdır.